Aleluya. Oho. Bugün nə barədə danışacağıq? 2026-cı ildəyik artıq. Gene deyirəm, təkrar edirəm. Biz kalendar devrini yaşamırıq. Biz sadəcə bu bir kalendardır. Biz əbədiyyəti yaşayırıq. Amin. Biz əbədiyyəti yaşayırıq. Biz bilməliyik ki, biz nəyi yaşayırıq. Biz bugünlərim danışacağıq bədən barəsində. Bizim izzətli bədənimiz barəsində, izzətlənmiş bədən barəsində. Biz bugün danışacağıq alovlanmış, bizim bədənlərimiz alovlanıbdır. Biz artıq alovlu bədənə malikik. Və mən bugün sənə bunları xırdalayaraq, kəlam vasitəsilə bunları sənə göstərəcəm. Kəlam vasitəsilə bunları sənə aydın edəcəm. Və sən görəcəksən ki, həqiqətən də sən sadəcə insan deyilsən. Sən alovsan. Əgər inanırsansa mənə, əgər indiyə kimi elədiyim təbliğlərdə sənin həyatında dəyişikliklər baş veribsə, mən sənə deyirəm ki, sən alovsan, sən isə deyə bilərsən ki, Halleluya, amin. İnanıram sənə. İnanıram sənə, bastır eşən. İnanıram sənə. Eşən qardaş, sən deyə bilərsən bunu. Sən deyə bilərsən, özün də təsdiq edə bilərsən. Əgər mənimlə birlikdə olduğun devirdə etdiyimiz dualarda cavab görmüsənsə, aldığın təlimlərdə cavab görmüsənsə, aldığın təlimlərin həqiqət olduğunu öz ətrafda yox, öz daxilində həqiqət olduğunu hiss etmisənsə, yaşamısansa, sadəcə indi mənimlə deyə bilərsən ki, mən inanıram, bəli, Aleluya, mən alovlu bədənəm, denən o mənəm. Çünki denən, mən inanıram ki, indi mənə açıqlanacaqdır hər şey. Mən inanıram ki, indi bugün mənə bədənimin denən alovlu olmasının açıqlaması tam şəkildə mənə aydın olacaq. Mən özümü görəcəm ki, həqiqətən mən alovam. Mən həqiqi surətimi görəcəm ki, mən alovam. Bəli, bu günlərim sənin alovlanmış bədənin barəsində, sənin yanar bədənin barəsində danışacağıq. Və sən başa düşəsən ki, nə üçün sən dua edəndə insanın şəfası baş verir? Sən dua edəndə nə üçün insanda mikroblar ölməyə başlayır? Çünki Kəlam İbranilər 12-ci fəsil 29-cu ayədə deyir ki, Rəbbimiz məhv edən atəşdir. Allahımız məhv edən atəşdir. Və artıq Allahımız məhv edən atəş deyil, o ayrılıqda məhv edən atəş deyil, o artıq səninlə birlikdə məhv edən atəşdir. Artıq sənsən o məhv edən atəş. Bunlar bugün sənə asılacaqdır. Bunlar bugün sənə tam şəkildə asılacaqdır. Ona görə də soruşmaq istəyərdim ki, bir düşünəsiniz ki, 2026-cı il necə başladı? 2026-cı ilə necə başladınız? Əziz qardaş, əziz bacı, vacib o deyil ki, necə başladın. Vacib o deyil ki, 2026-cı ilə necə girdin. Vacib odur ki, sən bu 2026-cı ildə hansı mövqedə qərar tutmuşsan? Vacib odur ki, sən biləsən ki, sən 2026-cı ildə harada oturmuşsan? Vacib odur ki, sən reallığı görə bilirsənmi? Vacib odur ki, sən reallığı təhcə görmək yox, sən onu içində, həqiqətən də hiss edə bilirsənmi? Çünki biz boş-boş sadəcə kəlamları eşidib, onları sadəcə düşünməklə məşğul deyilik. Biz kəlamı eşidib, onları düşünərək, onları yaşamaqla, onları yəni hiss etməklə məşğuluq. Çünki sənə vacib lazımdır ki, sən reallığı görə biləsən. Reallıq tamam başqadır. Reallıq sənin ətrafda gördüyün həyat deyil. Reallıq sənin daxilində yerləşir artıq. Kəlam deyir ki, sən taxta oturmuşsan. Reallıq budur.
Əgər sən kəlam adamısansa, əgər sən kəlama inanan adamsansa, və mən inanıram ki, sən olsan, kəlam deyir ki, sən taxta oturmuşsan. Burada var buna inanan? Kim buna inanır burada bugün? Var buna bugün inanan? Amin. Amin. Kəlam deyir ki, sən artıq səmavi səltənətdəsən. Kəlam deyir ki, hər şey tamam oldu. Allahın oğlu İsa Məsih çarmıqda dedi ki, tamam oldu. Və kitabında o yenidən təsdiqləyir ki, tamam oldu. Kəlam deyir ki, səmavi səltənət sənin daxilindədir. Artıq səmavi səltənət səndədir. Kəlam deyir ki, ata və sən birsən, ata və biz birik. Kəlam deyir ki, ata səndədir, sən də atadasın. Kəlam deyir ki, göylə yer, yəni ruhani ilə fiziki olan oğulda, yəni səndə birləşdi. Kəlam deyir ki, artıq ayrılıq yoxdur. Kəlam deyir ki, ölüm məhv edildi. Başa düşürsən? Ölüm məhv edilibdir. Kəlam deyir ki, sən ölməz və çürüməzsən. Bəli, 2025-ci ildə sən çox eşitdin bu barədə ki, sən ölməz və çürüməzsən. Kəlam deyir ki, oğul sənsən və əbədi olaraq ata ilə artıq birlikdəsən. Kəlam deyir ki, əgər oğulsansa, mən sənə deyirəm, əlbəttə ki, oğulsan. Kəlam deyir ki, sən oğulsan və hər şey sənə aiddir, hər şey sənindir. Kəlam deyir, sən taxta oturub hər şeyi yenidən yaradansan. Mən keçən dəfə təbliğimdə onun açıqlamasını göstərdim ki, taxta oturan deyir ki, mən hər şeyi yenidən yaradıram. Və o dəqiqə biz elə bilirik ki, taxta oturan Allahdır, taxta oturan İsa Məsihdir ancaq. Xeyr! Sən ata Allahla, İsa Məsihlə taxta oturan, birlikdə onunla taxta oturan sənsən. Çünki Efeslilər öyrətdi ki, 2:6-da deyir ki, o səni İsa Məsihdə dirildib taxta oturtdu. Sən taxta oturmuşsan. Ona görə də və kitabında deyəndə ki, taxta oturan deyir ki, mən hər şeyi yenidən yaradıram. Mən onu izah elədim ki, orada yazılmayıb ki, taxta oturan İsa deyir, taxta oturan Allah deyir. Ümumiyyətlə orada yazılır ki, taxta oturan. Kəlam sənin barəndə deyir ki, taxta oturan sənsən. Taxta oturub hər şeyi yenidən yaradan sənsən. Əziz qardaş və əziz bacı, bax, İsa bu və daha artıq qərarlarda mövqe tutmuşdur. Bax, İsa saydığım bu qərarlarda bundan daha çox şeylər var. Mən indi vaxt çatmaz onları sadalamağa. Bax, İsa belə bir mövqedə qərar tutmuşdur. İsa'nın bəxtəbərliyi, İsa'nın xoşbəxtliyi məhz bu qərarlarda idi. Məhz bu qərarlarda, o bu qərarları qəbul edərək, bu qərarlarda, bu mövqedə özünü görərək, o bəxtəbərliyi hiss etməyə, yaşamağa, dadmağa və içindəki olan bəxtəbərliyi, sevinci ətrafa çıxartmağa qadir olurdu. Çünki İsa'nın bəxtəbərliyi, İsa'nın xoşbəxtliyi məhz bunlarda idi. Buna isə özü haqqında düşünüb qərar vermə bəxtəbərliyi deyilir. Buna qərar vermək deyilir. İsa qərar vermişdi ki, o bunlardadır. İsa qərar vermiş ki, o buradadır. O ata və o birdir. Ata və o birlikdədir. Səmavi səltənət onun daxilindədir. Yəni yuxarıda saydıqlarım hamısı İsa'nın qərarları idi. Və bu qərarlar İsa Məsihə xoşbəxtlik gətirirdi.
Və onun üçün sənə bugün demək istəyirəm ki, sənin bəxtəvərliyin, sənin xoşbəxtliyin yalnız və yalnız sənin seçimindədir, sənin qərarındadır. Sizin aç qulaqlarını eşit. Aç qulaqlarını daha geniş eşit. Sizin xoşbəxtliyiniz yalnız və yalnız sizin qərarınızdadır. Və indi qışqıra bilərsən ki, Halleluya! Deyə bilərsən ki, Halleluya! İndi mən arxamda denən, mən bəxtəvərəm. Çünki qərarı özüm verirəm. Halleluya, halleluya, halleluya. Sən qışqıra bilərsən, deyə bilərsən, mən bəxtəvərəm. Çünki qərarı özüm verirəm. Qərarı mən verirəm. Mən bugün sizə sizin qərarınızın xoşbəxtliyi barədə danışacağım. Mən onu araşdırıb izah edəcəm sizə ki, bu nə deməkdir? Əziz qardaş, əziz bacı, əvvəllər mən sizə bədənin bizə verilən bir talant olduğu barədə danışmışdım ki, bədən bizə bir talant olaraq verilib. Birinə 5, birinə 3, birinə 1, biri apardı 5'i sərmayə qoydu, artırdı. Biri apardı 3 dənə talantı sərmayə qoydu, apardı. Biri aparıb qazı bastırdı. Və biz də görürük ki, ölmək istəyənlər bu talantı, yəni öz bədənlərini aparıb qazırıb bastırmaq istəyənlərdir. Biz isə onlar deyilik, biz isə öz bədənlərimizi artıranlar, onu ölməz, çürüməz, izzətli, alovlu bədən edənlərdənik. Biz artırırıq. Necə ki, oğul olan İsa Məsih bunu elədi. Və biz başa düşürük ki, bizim bədənimiz bizə verilmiş bir talantdır. Və sən bədənini bu şəkildə qavramağın, bu çox vacibdir sənə. Ki, sən öz bədənin barəsində belə düşünəsən, belə onu qavrayasan. Məsələdə, biz o talant məsəlində, biz görürük ki, sahib talantı verdi. Birinə, nə bilim, bu qədər verdi, 5 dənə, birinə 3 dənə verdi. Və o, onları verəndən sonra onların necə istifadə etdiklərinə baxırdı. Ki, gəlin görün, necə istifadə etmişsiniz. Və biz orada oxusaq görəcəyiz ki, orada hələ bir izzət də var. O qazançdan sonra 5 talantı 10 eləyəndən sonra, 3 talantı 5-6 eləyəndən sonra orada bir izzət var. Ki, onları şəhərlərin ağalığı verildi onlara. Böyüklər, orada dedi ki, böyüklərin üstündə ağa qoydu. Birinə dedi ki, geçsən 10 şəhərin ağası ol. Birinə dedi ki, geçsən 5 şəhərin ağası ol. Və bu günlərim bir çox insan öz missiyasını, öz bu həyatda işini, tapşırığını düşünür. Və onlar deyirlər ki, mənim atada çağırışım nədir? Onlar, mən saysız hesabsız insanlar tanıyıram ki, hələ də atadan çağırışlarını axtarırlar. Onlar hələ də axtarırlar ki, mənim atada çağırışım nədir? Bugün sizə mən yeni vəh verirəm. Bugün sizə yeni açıqlama verirəm ki, bugün sizin üçün əsas çağırışınız sizin bədəninizdir. Bəli, sənin bədənindir əsas çağırışın. İndi onu da anlatacağım sənə ki, nə deməkdir? Ki, əsas çağırışım bədənimdir. Bu nə deməkdir? Yazılıb ki, Matta 24-14-də yazılıb ki, səmavi padişahlığın bu müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək. Müjdə yer üzərində təbliğ olunubdur artıq. Müjdə bütün ölkələrdə təbliğ olunubdur artıq. İsa'nın adını bilməyən bir dənə belə ölkə belə yoxdur. İsa'nın adını duymayan bir dənə ölkə belə yoxdur. Və artıq ölümü məhv etmək üçün elə bir vaxt yoxdur ki,
Elə bir zaman yoxdur ki, biz gözləyək ki, o vaxt gələcək ki, ölümü məhv edək, ölüm məhv edilsin. Artıq biz elə bir vaxtı gözləyə bilmərik, elə bir vaxt gəlməyəcək ki, kimsə gəlib ölümü məhv etsin. Qulaq aç, nə eşidirsən, düşün gör sən nə eşidirsən indi. Artıq o vaxt yoxdur ki, sən gözləyəsən, Məsih gələcək, ölüm məhv ediləcək. O gəldi və sonuncu düşmən məhv oldu. Ona görə Pavel öyrədir ki, son düşmən məhv olacaq, bu ölümdür. Yəni, nəyin sonu gələcək? Yəni, ölümün. Biz bunları bilirik artıq. Biz artıq bunları bilirik, anlayırıq. Amma təhcə bilməklə bu kifayətlənə bilmərik. İndi biz bunları yaratmalıyıq, başa düşürsən? Biz bunları ortaya çıxartmalıyıq oğul kimi. Oğulda olan ölməz həyatı öz içindən çölə çıxartdığı kimi. Pavelin dediyi belə bir söz var. Romalılar 14-cü fəsil 22-ci ayədə yazır. Yazır ki, seçdiyi bir işdə, bax, indi mövzumuzun üzərinə gəlirik. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır. Bu barədə çoxlu şərhlər veriblər. Mən çoxlu şərhlər eşitmişəm, kilsələrdən, pastorlardan, nə bilim, liderlərdən. Əvvəllər bu barədə çoxlu dini şərhlər eşitmişik, dini, dırnaq arası dini, biz dindar deyilik. Biz ölməzlər və çürüməzlərik. Mən isə bugün sizə göstərirəm ki, burada deyilir ki, seçiminiz xoşbəxtliyinizi və bəxtəvərliyinizi müəyyənləşdirir. Sənin seçimin səni xoşbəxt və yaxud bədbəxt edir. Bir seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır, nə bəxtəvərdir o adam. Bəxtəvər sözü bu elə bil xoşbəxt deməkdir. Yəni, bugünkü dildə desək, belə çıxır ki, seçdiyi üçün peşman olmayan xoşbəxtdir. Sən seçmişsən onu, sən özün seçmişsən. Yəni, xoşbəxtlik məhz sizin seçiminizdədir. Xoşbəxtlik sizin qərarınızdadır. Biz bilirik ki, kimsə hər zaman xoşbəxt olmaq istəyir. Və elə bir gəlib ona indi xoşbəxtliyi verirlər, xoşbəxt bir xəbər gəlib ona çatdırırlar. O bir müəyyən müddətə xoşbəxt olur, bəxtəvər olur. Amma ən yüksək xoşbəxtlik, xoşbəxtliyin, bəxtəvərliyin ən yüksək zirvəsi hər şeydən əvvəl şahlıqdır. Ki, sən şahsan. Qərar vermək və bununla əlaqədar qərar vermək ki, sən şahsan və bununla bağlı nəsə bir şey edə biləcəyindən məmnun olmaqdır ki, sən şahsan və sən nəsə edə bilərsən, məmnunsan və ya Zəminə bacı dediyi kimi ki, sən qərar vermişsən, sən artıq şahsan, sən taxta oturmuşsan, sən nəsə edə bilərsən. Və ya Zəminə bacı onu deyirdi ki, mən bilirəm ki, mən nəsə edə bilərəm. Mən bilirəm ki, mən nəylərisə, işləri yerinə yetirə bilərəm. Budur bəxtəvərlik. Bilirsən, əslində Allahın istəyi, Allahın iradəsi, atanın yəni iradəsi, yəni həyat verən ilahi təbiətimizdə hərəkət etməyimizdir. O istəyir ki, biz ilahi təbiətimizdə yaşayaq, onda hərəkət edək. Və onun iradəsi odur ki, biz onun təzahürlərindən biri bizim seçimimizdə xoşbəxt olmağımızdır. Əgər biz seçimimizdə xoşbəxtdirsə, Allah bizdə özünü göstərir, təzahür edir. İsa Məsih bizdə özünü göstərir, təzahür edir. Yaxşı qulaq as.
Bu atanın iradəsidir. Bu atanın istəyidir. Bu həyat verən ruhun istəyidir ki, biz həyat verən ilahi təbiətimizdə hərəkət edək. Və onu təzahür edək. İçimizdə olan həqiqəti üzə çölə çıxarda bilək. Ona görə də sənə deyirəm. Xahiş edirəm, kimdirsə orada kuklada işləyən. Ne olar, dayanın. Sakit oturun. Mösyö bacısı deyəsən sizdə də o takkıltı gəlir. Xahiş edirəm. Orada səs olduqca burada eşidilir. Xahiş edirəm, sakit oturun. Burada hiçbir ses yoktu. Takkıltı yok. Mikrofon sizinki açıktı. Takkıltı da buraya gelir. Arada bende nece tak. Aşağı. Amin. Aleluya. Ve yine tekrar edirəm. Allah'ın isteği onu təzahür etməyimizdir. Onun ilahi təbiətində yaşamağımızdır. Və sənə böyük xoşbəxt bir söz demək istəyirəm. Sənə demək istəyirəm ki, Maria bacı, biraz orada sizdə də mikrofon işləyir, Maria bacı. Mikrofonlarınızı kim söndürə bilsə söndürsün. Bunda gərək mən buradan səs alım. Sizə demək istəyirəm ki, heç bir şey, qulaq as mənə, dünyada heç nə, həyatda heç nə, sənin yaşamında heç nə, səni qərarından daha çox xoşbəxt edə bilməz. Səni xoşbəxt edə bilən yalnız və yalnız sənin qərarındır. Heç nə, əsla heç nə. Heç düşünmə ki, nəsə səni xoşbəxt edə bilər. Çünki xoşbəxtlik sənin seçimindir. Məni anlayırsan, burada məni anlayan var ümumiyyətlə. Amma söndürüb bizə Mösyö bacını görürəm, xeyirdalı Mösyö bacı. Zəminə bacı, bir də İrina bacı, Reyhan nənə. Məni başa düşürsünüz, mən demək istəyirəm ki, sizi xoşbəxt edə bilən yalnız və yalnız sizin seçiminizdir. Heç bir pul, heç bir var, heç bir dövlət sizi bəxtəvər edə bilməz. Ona görə də bir insan bədbəxt bir həyat yaşadığından şikayətlənəndə, bir insan şikayətlənəndə ki, mən bədbəxt bir, bəxtəvər olmayan, məyyus bir həyat yaşayıram deyərək şikayətlənəndə, onun yeganə seçimi, yalnız onun yeganə seçimi kömək edəcək ki, mən bəxtəvərəm. Diqqətli ol. Məsələn, sən təşəkkür edirsən, təşəkkür etmək. Bu elə bil, təşəkkür etmək elə bil, nəyisə gəlib keçmək deməkdir. Bu, təşəkkür etmək, bu sən artıq sabitliyə, o Möminə xanım bəyək dediyi kimi, sabitliyə daxil olmaq deməkdir. Və təşəkkür etməkdə, sən təşəkkür edərək, sən dəlib keçirsən bütün maneləri, sən sabitliyə qovuşursan, sən axırlanırsan ki, hər şey yaxşıdır, bu təşəkkür etməkdə baş verir. Sən təşəkkür edəndə, minnətdarlıq edəndə, bu bir seçimdir, bu bir qərardır və bu səni xoşbəxt edir. Baş verir bu sizinlə, ha? Təşəkkür edəndə görürsən, sən qərar verirsən ki, mən təşəkkür edirəm. Sən təşəkkür edəndə vəziyyət dəyişməyə başlayır. İndi anlayırsan ki, seçim sənin xoşbəxtliyinin birbaşa düsturudur. Qərar vermək sənin xoşbəxtliyinin birbaşa düsturudur. Bir də elə olur ki, heç bir şey üçün deyirsən ki, təşəkkür etməyə dəymir. Adamlar var birdən deyir ki, mən nəyə təşəkkür edim? Hər şey pisdir, hər şey sıxıcıdır.
Amma bütün bunlardan mən yalnız xoşbəxt olmaq istəyirəm deyəndə, mən yalnız bəxtəvər olmaq istəyirəm deyəndə, sən bu qərarı verməli olursan. Sən qərar verirsən, qulaq as, xoşbəxt olmaq istəyirsən, var burada xoşbəxt olmaq istəyən, bəxtəvər olmaq istəyən. Bu bir qərardır, bu bir qərardır, sən verirsən. O üçün deyir ki, seçdiyinə görə özünü mühakimə etməyən bəxtəvərdir, kəlam onu deyir. Deyir ki, seçiminə görə özünü mühakimə etməyən bəxtəvərdir. Bu ayə, bu söz, bu ifadə xoşbəxtliyin düsturudur. Başa düş, xoşbəxtlik sizin qərarlarınıza qoyulubdur. O ora yerləşdiribdir. Siz başa düşürsünüz məni? Ləvəngi pişirəndə çolpağın içinə ləvəngiyin qoyursan, ləvəngi ora yerləşdirilib. Başa düşürsünüz məni? Xoşbəxtlik də sizin qərarlarınıza yerləşdirilibdir. Xoşbəxtliyi başqa yerdə axtarma. O sənin qərarındadır, o ora qoyulubdur. Sən onu ancaq orada əldə edə bilərsən. Sən onu ancaq orada götürə bilərsən. Halleluya. Nə xeyirdalıdır bunları eşidib anlayan qulaqlar. Nə xeyirdalıdır bunları eşidib anlayanlar. Ki, xoşbəxtlik sizin qərarlarınıza yerləşdirilibdir. İndi siz bilirsiniz ki, yaşamaq və sevmək lazımdır. Amma yaşamaq və sevmək üçün iki şey lazımdır. Yaşamaq və sevmək üçün lazım olan iki şey var, onu sənə deyəcəm nədir? Yaşamaq və sevmək üçün birincisi yaşamaq lazımdır, ikincisi sevmək. Halleluya, halleluya. Yaşayın və sevin, xoşbəxt olun. Bu qərarı bu günlərim qəbul edin. Bugün buna qərar verin. Özünü mühakimə etməyən deyir, nə bəxtəvərdir. Özünü mühakimə etməyən sözü, bu sizin daxilinizə aiddir, başa düşürsən? Mən sənə hasarları verirəm. Özünü mühakimə etməyən sözü sənin daxili təbiətinə aiddir, o sənin daxilində baş verir, başa düşürsən? Sən daxilində qərar verirsən və özünü mühakimə etmirsən. Çünki özünü məhkəmə tərəzidir da, elə bil, yaxşı işin varsa sən mükafat, pis işin varsa sən, bu tərəzidir. Ona görə də sizə deyirəm ki, sizin içinizdə onsuz da xoşbəxtlik dediyiniz zaman, elə bil, mən xoşbəxtəm, mən bəxtəvərəm dediyiniz zaman, heç bir əmrə ehtiyac duymayan bir daxili tərəzilər var sizdə. Onun heç bir əmrə ehtiyacı yoxdur və sən qərar verirsən ki, mən bəxtəvərəm. Və biz bu günləri alovlanan bədən mövzusundan danışırıq. Və bu çox vacib həldir. Alovlanan bədən mövzusunu nə üçün ortalığa çıxartdım mən? Çünki çürüməmək bu bir qərardır. Və bu qərar səni xoşbəxt etməlidir. Başa düşürsən? İsa Məsih bu qərar xoşbəxt etmişdir. Görüntülər görmək bu bir qərardır. Yuxular görmək. Sadəcə yatdım, yuxu gördüm, yox. Sən qərar verirsən ki, mən bu yuxunu görmək istəyirəm və bu yuxuda müəyyən şeyləri düzüb qoşmaq istəyirəm, düzəltmək istəyirəm. Bu qərardır. Nə üçün bu günləri mən qərar verməklə başladım? Çünki sənin bədənin haqqında söylədiyim hər şey, mənim bədənim haqqında, bizim bədənlərimiz haqqında söylədiyim hər şey qərar yolu ilə bağlıdır.
Sən qərar verirsən bədənin barəndə ki, o necə olacaq. Bu belə deyil ha ki, kimsə gəlib səni göylərə aparması kimi deyil. Və yaxud da kimsə gəlib səni göylərə, kimsə gələcək, səni göylərə aparacaq və sənin bədənin orada çürüməz olacaq. Bu bununla əlaqəli deyil. Sənin ölməzliyin belə, çürüməzliyin belə, bu sənin qərarınla bağlıdır, qərarla. Xoşbəxtliyi sən seçirsən, qərar verirsən. Bu yalnız sizin qərarınızdır. Onda deyə bilərsən ki, niyə hər şey bu qədər uzun sürür axı? Son düşmən nə bilim məhv olacaq, hələ ölüm məhv olacaq. Hamı hər şey gözləyir, kilsələr nəylərsə gözləyir. Problem onda deyil. Problem ondadır ki, onlar qərar verməyiblər. Onlar qərar verməyiblər ki, artıq tamam olub. Onlar qərar verməyiblər ki, artıq atadadılar. Onlar qərar verməyiblər ki, artıq ata onlardadır. Çünki xoşbəxtlik qərarla bağlıdır. Ona görə sənə deyirəm ki, xoşbəxtlik qərarla bağlıdır. Çünki çürüməzlik də, ölməzlik də, çürüməzlik də qərarladır. Sən onu ancaq qərar verərək, əldə edərək xoşbəxt olursan. Qəribə səslənir da ki, necə yəni, mən çürüməyə qərar verə bilələm. Sən deyib, sual verilərsən ki, sən nə danışırsan? Necə yəni, çürüməyə mən necə qərar verim? Bəli, səndən əvvəlcədən bu təyin olunubdur bu, qabaqcadan. Sənə çürüməz bir bədən verilib qabaqcadan. Sən çürüməz doğulmuşsan. Bu sən hələ bu haqda fikirləşməmişdən, bu sənin bədəninə verilibdir. Sən çürüməz doğulmuşsan. Sən indi bununla razılaşmalısan. Sən ölməzliklə, çürüməzliklə razılaşmalısan. Bunun üçün də sənə bir qərar lazımdır. Bax, bundadır xoşbəxtlik. Bax, bundadır bəxtəvərlik. Bax, budur həqiqət. Ona görə də bu günlərim biz dua edəcəyik. Biz indi dua edəcəyik. Rahat bir yerdə otur. Rahat bir yerdə ol. Sən bugün qərar vermişsən artıq. Sən bilirsən ki, olduğun yerdə otur, uzan, gözlərini yum sadəcə. Sən qərar vermişsən artıq. Qərar səndədir artıq. Qərar sənə yerləşdiribdir, başa düşürsən? Qərar vermək sizə yerləşdiribdir, qoyulubdur. Bəxtəvərlik sizə qoyulubdur. Xoşbəxtlik, bəxtəvərlik sənin qərarınla bağlıdır. Xoşbəxtlik və bəxtəvərlik sənin qərarına yerləşdirilibdir. Anla bunu. Və indi mənimlə birlikdə sadəcə razılaş. Mən duada səni aparacağam. Sən işıqsan. Denən, mən işıqam. Mən işıqdan doğulmuşam. Mən səmavi işıqdan doğulmuşam. Mən səmavi işığın dərinliklərindən gəlmiş mənəm. Denən özüm barədə belə. Denən ki, səmavi işığın dərinliklərindən gələn mənəm. Çünki mən işıqam. Mən özümdə əbədiyyatı daşıyıram.
Deyən, məndə əbədiyyatın kodları yerləşir. Əbədiyyatın kodları məndədir. Gör bədənin necə sevinəcək ki, sən bunu bilirsən. Əbədiyyatın açarı məndədir. Mənim nəfəsimdə deyən güc var. Mənim nəfəsimdə hər bir günün gücü var. Mənim hər bir addımımda dərinliyin gücü var. Mənim hər bir addımımda əbədiyyatın gücü var. Mən əbəs yerə addım atmıram. Mən həyatım üzərində yüksəlirəm. Mən taleyim üzərində yüksəlirəm. Taleyimi özüm həll edirəm. Taleyim məni həll etmir. O məni aparmır. Mən özüm öz taleyimi yaradıram. Mən diri olan sakitliyəm. Mən sükutam. Çünki mənə deyildi, sükut içində məni gözlə. Rəbbim kəlamında deyir ki, sükut içində məni gözlə. Denən mən həmin sükutam. Mən diri olan sükutam. Mən işığam. Mən gücəm. Mən qüdrətəm. Mən yüksəkliyəm. Mən əbədi olan bir sevən ürəyəm. Denin özünə, mən ürəyəm. Əbədi olaraq sevən bir ürək. Paçlıq denən mənəm. Təmizlik mənəm. Mən yüksəlirəm. Mən eşidirəm. Mən atanı eşidirəm. Mən göyləri eşidirəm. Mən özüm cavabam hər şeyə. Hər şeyə cavab mənəm. Mən əbədiyyatım. Mən əbədiyyatdan gələn pak işığam. Saf işığam. Təmizliyin zirvəsi mənəm. Paçlığın, yüksəkliyin zirvəsi mənəm. Mən işığam, mən gücəm, mən qüdrətəm, mən yüksəkliyəm. Hamısı mənəm. Mən əbədi olan ürəyəm. Mən sevən bir ürəyəm. Ona görə də yüksəlirəm. Mən bütün pisliklər üzərində, mən bütün yaxşılıqlar üzərində yüksəlirəm. Çünki əbədi olan mənəm. Həyat işığı mənəm. Göylərin elçisi mənəm. Yerə gələn məhdub mənəm. Müqəddəs kitab mənəm. Məhz məndə yazılıbdır. Məhz məndə yazılıbdır həqiqətlər. Çünki mən alovlu yüksəkliklərin səsiyəm. Mən göylərin bu yer üzərində olan səsiyəm. Halleluya. Oh, halleluya, halleluya, halleluya. Mənim yollarım işıq saçır. Mənim yollarım səhər günəşi ilə işıq saçır. Mənim yollarım elə bil ki, hər saniyəsi səhər günəşin doğmasına bənzəyir. Çünki mən oyam. Əgər mən varamsa, deməli mənim işığım da var. Əgər mən varamsa, deməli mən işıq saçıram. Və qoy bu musiqi məni
göylərin qızıl dərinliyindən keçirsin. Qoy səmanın qızıl dərinliyindən keçirsin. Qoy dərinlik, yüksəklik, genişlik məndə dirilsin, həyata gəlsin. Harda ki mən əbədi olaraq nəfəs alıram, mən nəfəs alıram. Mənim qəlbim əbədi olaraq nəfəs alır. Çünki mən işıqam, mən gücəm, mən qüdrətəm, mən yüksəkliyəm, mən məhəbbətəm, mən eşqəm, mən həyatam, mən yüksəlirəm, mən eşidirəm, mən işıqdan gələn işıqam. Bəli, bu sənsən. Özün barəsində belə deməyə qorxma. Mən əbədi işıqdan gələn işıqam. Halleluya. Oh, halleluya. Bunlar mənə aiddir. Bax, mən beləyəm. Bax, mən belə bir məhdubam. Mən məhəbbətlə dolu bir ürəyəm. Mən paçlığam. Mən hər anım səhər günəşinin şəfəqinə bənzəyir. Mənim hər anım, mən əbədiyəm, mən əbədiyyətam və pak işıqam. Mən bunları bilirəm. Bunlar mənə açılıbdır. Mən bunlar barəsində düşünürəm. Mən işıqdan doğulmuşam. Mənim başlanğıc nöqtəm işıqdır. Mən öz əbədiyyatımı özümdə daşıyan bir ilahi varlığam. Eşidirsən? Sənin əbədiyyatın, sənin ölməzliyin, sənin çürüməzliyin sənə yerləşdiribdir, sənə qoyulubdur. Sən onları daşıyan varlıqsa, sənsən öz əbədiyyatını özündə daşıyan, sənsən ölməzliyini və çürüməzliyini özündə daşıyan. Mənim hər nəfəsimdə günün gücü var. Mənim hər addımımda yaşadığım günün gücü var. Mən talihim üzərində qərar verənəm. Mən dərinliklər üzərindən xət çəkənəm. Mən qaranlıq üzərindən xət çəkənəm. Mən taxta oturanam. Mən taxta oturaraq qərar verənəm. Mən əbədiyyatın səsiyəm. Halleluya. Mən həqiqətin səsiyəm. Məndə yerləşib. Mən yanar və heç vaxt sönməyən, heç vaxt qurtarmayan alovam. Musanın dağda gördüyü yanıb və qurtarmayan kol mənim surətimdir. Orada mən idim yanıb sönməyən, yanıb qurtarmayan. Halleluya, halleluya. Mən böyük dünyalar arasında olan işıqam. Mən alovlu yüksəkliklərin səsiyəm. Bəli, o mənəm.
Mənim yollarım daim işıq saçır. Mənim yollarım daim işıq saçır. Dərinliklər üzərində hökmranam. Mənəm verən, mənim bəxtəvərliyim, mənim xoşbəxtliyim, mənim qərarlarıma yerləşdiribdir. Və mən bugün deyirəm, mən bəxtəvərəm. Mən bəxtəvərəm. Halleluya. Bunlar idi İsa Məsihə güc verən. Bax, belə qərar vermələr idi İsa Məsihə güc verən. Bunlar idi ki, İsa Məsihə xoşbəxtlik verirdi, bəxtəvərlik verirdi. Halleluya. Halleluya, halleluya. Oh, halleluya. Gözlərini yum. Gözlərini yum. Sadəcə qoy bu sakitlik. Sənə öyrətsin ki, bu möhtəşəm, bu sərhədsiz dünyada bugün bu yerdə yalnız sən varsan, başqa heç nə. Birinci sənsən, birinci sən varsan. Sakitliyə qoşul indi. Gözünü yum, sakit ol. Və bax, gör özünə. Bircə sən varsan, heç nə yoxdur. Nə təlatüm yoxdur. Nə səni narahat edən vəziyyət yoxdur. Sən varsan, sən. Yalnız sən. Bu böyük dünyanın ortasında yalnız sən varsan. Yalnız sənsən. Ona görə də bütün fikirlərini bırak. Bütün fikirlərini bacadan çıxan tüstü kimi, tonqalaqdan qalxan tüstü kimi bütün fikirlərini bırak, qoy onlar səndən qalxsın yuxarı. Elə bil tüstü çıxır bacadan, elə bil tüstü evi tərk edir. O tərk edilən ev sən ol. O şeylər səni tərk etsin ki, səni narahat edirdi. Və öz əsən, öz titrəyən ürəyinlə birlikdə qal. Və bax öz ürəyinə, yalnız sən varsan və sənin ürəyin var. Və indi görəcəksən ki, hər şeyi bıraxanda ki, o tüstü kimi çıxsın, geçsin səndən. Və sən ürəyinə baxanda, sən görəcəksən ki, məhz sənin ürəyində səhər günəşi işıqlanmağa başlayır. Həyat işığı sənin ürəyindən çıxmağa başlayır. Necə ki, günəş dağın arxasından çıxdığı kimi, o zaman ki, sən baxacaqsan ki, sən görəcəksən ki, səndən bütün yaxşılıq və pislik hamısı tüstü olaraq çıxdığı kimi, sənin ürəyindən səhər şəfəqi oyanır. Sənin daxili aləmin dəyişməz bir işıqdır. Sən işıqdır. Və sənin işığın, sənin ürəyində olan bu işıq sən görəcəksən ki, o səni isidir və sənə sakitçilik verir, sənə sülh verir. Sadəcə burada ol və indi ol. Sadəcə indi burada özünlə ol. Bu ürəyində təlatümü olan
necə ki okeanda təlatüm olur, bu ürəyindəki o sevinç təlatümünü, işıq təlatümünü görə biləsən, sakitləş ki öz dalini görə biləsən. Halleluya. Halleluya. Hələ sənin həyatında keçilməmiş cığırlar var. Hansı ki sənə aid olan cığırlar var. Sənə həsr olunmuş cığırlar var. Hansı ki hələ keçilməyib. O cığırlar başlayır bugün. O cığırlarla addım yerimə başlayır. O yollarla yerimə başlayır. Və sən görəcəksən ki sənin dərinliyindədir. İşıq səndən doğulur. Sənin dərinliyindən doğulur. Halleluya. Halleluya, halleluya, halleluya. Halleluya. Bunlar hamısı qərarlardır. Sən bu qərarları bugün verirsən və sənin qərarın səni xoşbəxt edir. Sənin verdiyin qərar səni xoşbəxt edir. Və sənin qərarından başqa xoşbəxt edə bilən heç nə yoxdur. Alleluya. Bunu sadəcə yaddaşına, dəftərinə, xaladelliyin üzərinə, evinin divarlarına yaz yapışdır. Bu əbədi qərarı, əbədi fikri heç vaxt unutma ki, səni xoşbəxt edə bilən yalnız və yalnız sənin qərarındır. Və sənin qərarından başqa heç kim, heç nə səni bəxtəvər edə bilməz, xoşbəxt edə bilməz. Amin.